Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3376 boşanma qeydə alınıb. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2 olub. Məlumat üçün bildirək ki, son 85 il ərzində, yəni 1941-ci ildən sonra Azərbaycanda ən yüksək boşanma göstəricisi 2023-2024-cü illərdə qeydə alınıb. Həmin illərdə əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2,1 olub. 2025-ci ildə isə bu göstərici bir qədər azalaraq 2-yə düşüb. Onu da bildirək ki, 2023-2024-cü illər istisna olmaqla bu göstərici sonuncu dəfə 1990-cı ildə qeydə alınıb. Belə ki, 1990-cı ildə əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2 olub və 2023-cü ilə qədər belə yüksək göstərici qeydə alınmayıb. Son 85 ildə ən az boşanma isə 1945-ci ildə qeydə alınıb. Həmin il ölkədə əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı cəmi 0,1 olub. 1945-1965-ci illərdə isə bu göstərici birdən yüksək olmayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra ən az boşanma 1999-cu ildə qeydə alınıb. Həmin il əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı cəmi 0,6 olub. Məlumata görə Avropa Birliyində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 1,6 olub və son 3 ildə 2022, 2023, 2024-cü illərdə dəyişməz qalıb. Avropa ölkələrində və Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2024-cü ildə bu şəkildə olub.